Var idi, Hobri də var idi. Əcaib məxluqlarla dolu bir bataqlıq var idi. Ha bu bataqlığın polajeniyasına Şəhzadə Avrora baxırdı. Sağ hediye getirmişim. Ne? Hoş, ne şirindi. Ha bu şirin şeylə qızın tacını götürüb əkilir. Seherin zadı atılmamış mırtlaşma qalan tapısız. Aya qaytar tazımı. Qız tacını götürmək istəyəndə Ne cüs ozaz. Gülme, hıyar. sonra aydın olur ki, sən demə hablar qızı tacın arxasıyla salıb hab oğlanın yanına gətirmək istəyiblər. Gəlin deyin ki, gedəsən sadə daha 2 saatdır siz. Kime şekil yapıyorsunuz? Kime şekil yapıyorsunuz? Yeri gəlmişən hab oğlan adı Filipdir və Avrora ilə sevgilidirlər. Oğlan da heylə beylə oğlandı ölə, böyük bir krallığın şəhzadəsidir. Boy, sen burada ne qalsan? Heç elə belə keçirdim dedim bir saat deyim. Hardan? Zarafat eləyirəm. Sözdə adam oxşayırsan, danış görək. Sən görəndə öydə həmişə kirli qablarım, yulmamış corablarım yadıma düşür. Və anlayıram ki, sənə çox ehtiyacım var. Dayı sıçqıtardı, ürəyim partladı. Mənim arvadım olarsan. Canımı da alırım. Həqqi? Ama yerdə oturmaz, soyuq olar. Habı qarğa bütün tema eşidib uçub gəl Malefisentanın yanına. Xəbəroz var Avrora Filiplə öylənir. Pox yer atabatası ilə. Malefisenta ən güclü feylərdən və demək olar ki, Avrora anası idi. Malefisenta yaxşı biri idi. Amma beynini söndürəndə vəhşi birinə dönürdü. Malefisenta xəbər eşidən kimi saatda 360 ilə gəl Avroranın yanına. Öz başına sən az sən. Ne olubdun ki? Toy zad olmayacaq. Olacaq. Olmayacaq. Olacaq. Olmayacaq. Mən o cədən sevirəm, biz həmişə bir yerdə olduq.